Salamünəleykum. Vəhabilər deyir ki, xanım Zəhra o qədər həyalı idi ki, istəmirdi onu görsünlər. Ona görə də gecə dəfn olunub. Həm də o vaxt ərəblərdə adət var idi ki, peyğəmbər də gecə dəfn olunmuşdu. Burada şiələr başqa səbəblər deyirlər, amma bu doğru deyil. Bu şübhə ilə bağlı nə deyə bilərsiniz? Təəssüf olsun ki, özlərindən uydurmalar, yəni versiyalar, ehtimallar irəli sürüblər. Heç bir əlaqəsi yoxdur. Bu barədə heç bir hədis gəlib desin ki, məsələn, bu səbəbə görə ümumiyyətlə heç bir bağlılığı da yoxdur. O nə deməkdir ki, gecə vaxtı dəfn olacaqdı, nə baş verəcəkdi? Yəni bu heç bir məntiqlə, Qurani-Kərimlə, hədislərlə heç nə ilə üst-üstə düşür. Bu həmin məsələ ki, qaçsınlar, qorxurlar orada. Əsl səbəbini desələr, bəli, ortada problem yaranacaq. Əsl səbəbi nə idi? Buxari gətirib ki, "Və ləm yu'zim biha Əbu Bəkr." Həzrət Əli əleyhissalam gecə vaxtı dəfn elədi və xəbər eləmədi. Kimə? Əbu Bəkirə. Deməli, Həzrət Zəhranın gecə dəfn olunmasının əsl səbəbi Əbu Bəkirin dəfində iştirak etməməsi idi. Əbu Bəkir və digərlərini istəmirdi iştirak etsin. Hətta Zəhranın öz istəyi. Bəli, öz istəyi idi. Hətta İbn Qutaybə də bunu gətirib, digərlər Sənani də bunu gətirib, İbn Əbilhədid də bunu gətirib. Bu cür alimlərin özlərindən xəbəri yoxdur da. Desələr Əbu Bəkirə görədir, axı ortada olacaq ki, niyə xanım Zəhra Əbu Bəkirin onun dəfnində iştirakını istəmirdi? Suallar yaranacaqdı. Cavabı da yoxdur, ona görə bu işi görür.